Sentyabrın 16-sında Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları barədə məlumat verildi. Sentyabrın 16-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan avtomobillə Füzuli şəhərini gəziblər. Sonra dövlət başçıları Şuşaya gedərək Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər. Sentyabrın 16-sında Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan fəxri qaravul dəstəsi qarşısından keçiblər. Fəxri qaravul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə raport verdi. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Respublikasının prezidentinə təqdim olundular. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Sentyabrın 16-sında Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşü olub.